Hörmətli müştərilər, nəzərinizə çatdırmaq istəyirəm ki, 2026-cı ilin yanvarın 1-dən Çindən avtomobil alışı çətin olacaq. 180 gün tam gözlədikdən sonra avtomobili əldə edə biləcəksiniz. Bu da Çindən avtomobil alışı çətinləşəcək. Bunu nəzərə alaraq sizə təklif edirəm ki, dekabrın axırına kimi, 31-nə kimi avtomobili sifariş edəsiniz. Yanvarın 1-dən sonra avtomobili əldə edə bilərsiniz. Gördüyünüz bu avtomobil tam elektrik. BYD'nin bir neçə modelləri mövcuddur.